Müğənni Rəqsanə İsmailovanın barəsində olan ev dustaqlığı qəti imkan tədbiri 3 aya qədər uzadılıb. Bugün TV Big Az saytına istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında qərar qəbul edib. Məlumata görə, onun barəsində olan ev dustaqlığı qəti imkan tədbiri mart ayına qədər artırılıb. Qeyd edək ki, Rəqsanə İsmailova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-sında barəsində həbs qəti imkan tədbiri seçilib. Həmin ilin noyabrın 19-da vəkilinin vəsadəti əsasında onun barəsində olan həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmail qızı İsmailova dələduzluqla ittiham edilir. Araşdırmalarla müəyyən edilib ki, o 2 nəfər zərər çəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Rəqsanə İsmailova dəymiş zərərin bir qismini ödəyib. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.